İlin əvvəlində nişanlım xarici işləməyə yollanmışdı. Mən də təbii ki, çox darıxırdım, ağlayırdım. Hətta bir dəfə də yanına getmişdim. Gördü ki, belə alınmır, mənə belə bir mesaj yazır. Və bir də ayılıram ki, asan xidmətdəyik, gəlmişik analizlər verir. Analizi verir 2 sentyabr, cavablar da 1 oktyabrda çıxır. Deyir ki, gəlin götürün cavablarınızı, hər şey qaydasındadır. İndiki qaydalara görə də şəhadətnamədə lazım olur ana atanın. Nəysə, gəlib ərizəmizi yazırıq və budur. 30 oktyabr bizim zaks günümüz. Təbii ki, 2 aydan sonra axır ki evlənirik. Burada artıq salonda hazırlaşmışam, əynimi də geyinmişəm. Burada rəfiqəm Fidan gəlib mənim yanıma, mənə dəstək olmağa sağ olsun. Burada fotoqraf məni bəyənir, deyir gəlin şəklinizi çəkək, çox gözəlsiniz. Mən də təbii ki, razılaşıram. Nəysə, Zakir gəlir məni artıq götürməyə. Burada asan xidmətə tələsirəm və yaxşı ki, bu gün baletka alıb geyinmişdim. Çünki topukluda bütün günü gəzə bilməzdim. Saat 3-dür, qaçıram asan xidmətə. Burada da hamı görüb elə bəhbəhlə baxıb mənə təriflər yağırdı ki, sağ olsunlar. Burada atı şəhadətnamə almışam. İnana bilmirəm ki, evliyəm. Şokdayam və sevinirəm. Həmçində bu günə özəl çəkiliş üçün studiyada danışmışdım ki, qəşəng kadrlar alınsın. Burada da dedik çay süfrəsi eləyək, tort kəsdik, dostlarımızla oturduq. Daha sonra qərara gəlirik ki, yoldaşımla mən axşamı ikimiz birlikdə keçirdik və gəlirik restorana. Gördüyünüz kimi burada artıq çox xoşbəxtəm, çünki axır ki evləndim, axır ki qohumlarımın nə vaxt tərpənirsən cümləsindən qurtuldum. Bu kiçik vloquma baxdığınız üçün təşəkkür edirəm.